28 may 1918-ci ildən Azərbaycanda Respublika quruluşu təyin edilmişdir. Bu videomuzda həmin vaxtdan başlayaraq ölkəmizə rəhbərlik etmiş şəxsləri sizlərə təqdim edəcəyik. Elə isə başlayaq. Məmmədəmin Rəsulzadə, Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri. 28 may 1918-ci il tarixindən 7 dekabr 1918-ci il tarixinədək Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının sədri olmuşdur. Onun bir kərə yüksələn bayraq bir daha inməz ifadəsi 20-ci əsrdə Azərbaycanda müstəqillik hərəkatının şüarı olmuşdur. Əlmərdan bəy Topçubaşov 7 dekabr 1918-ci ildən 27 aprel 1920-ci ilədək Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin sədri olaraq AXC-yə rəhbərlik etmişdir. 1920-ci ilin aprelin 28-də Azərbaycan Sovet Sosialist Respublikası elan olunduqdan sonra 24 noyabr 1920-ci il tarixinə kimi sıra ilə Mirzə Davud Hüseynov, Viktor Naneyşvili, Yelena Stasova, Vladimir Dumbadze Azərbaycan Komünist Partiyası rəyasət heyətinin sədri olaraq qısa müddətlərlə ölkəyə rəhbərlik etmişlər. Bundan sonra Qriqori Kaminski Azərbaycan Komünist Partiyası icraçı katibi olaraq 29 oktyabr 1920-ci ildən 24 iyul 1921-ci il tarixinə kimi Azərbaycana rəhbərlik etmişdir. 1921-ci ildən başlayaraq müstəqillik əldə etdiyimiz dövrə qədər ölkəyə rəhbərliyi Azərbaycan Komünist Partiyası Mərkəzi Komitəsinin birinci katibi vəzifəsində olan şəxslər etməyə başladı. İndi isə qeyd etdiyimiz dövrdə ölkəyə rəhbərlik etmiş birinci katibləri sizlərə təqdim edirik. Sergey Kirov 24 iyul 1921-ci il tarixdən 1925-ci ilədək Azərbaycana rəhbərlik etmişdir. 1925-1926-cı illərdə ölkəyə rəhbərliyi Ruhullah Axundov etmişdir. Levon Mirzoyan 1926-1929-cu illərdə Azərbaycan Komünist Partiyası Mərkəzi Komitəsinin birinci katibi olaraq ölkəyə rəhbərlik etmişdir. Nikolay Gikalo 1929-1930-cu illərdə birinci katib olmuşdur. 1930-33-cü illərdə Azərbaycana rəhbərliyi Vladimir Polonski etmişdir. 1933-cü ildə isə ölkə rəhbəri Ruben Rubenov olmuşdur. 1933-cü ildən etibarən Azərbaycana rəhbərliyi öz həmyerlilərimiz etməyə başlayıb. 1933-1953-cü illərdə 20 il boyunca Mirzəfər Bağırov Azərbaycan Komünist Partiyası Mərkəzi Komitəsinin birinci katibi vəzifəsini daşımışdır. O, vəzifədə olduğu müddətdə bir sıra işlər görmüşdür. 1953-54-cü illərdə Mir Teymur Yaqubov bir il müddətinə Azərbaycana rəhbərlik etmişdir. İmam Mustafayev 1954-59-cu illərdə müvafiq vəzifəni icra etmişdir. Bundan sonra Vəli Axundov 10 il müddətinə 1959-1969-cu illərdə Azərbaycan SSR-nin rəhbəri olmuşdur. Ölkəmizin tarixində mühüm yer tutan Heydər Əliyev 1969-cu ildən 1982-ci ilədək Azərbaycan Komünist Partiyası Mərkəzi Komitəsinin birinci katibi olaraq Azərbaycana rəhbərlik etmişdir. 1982-88-ci illərdə ölkənin rəhbəri Kamran Bağırov olmuşdur. Əbdülrəhman Vəzirov isə 1988-1990-cı illərdə bu vəzifəni icra etmişdir. SSR dövründə ölkəyə rəhbərlik edən son şəxs 1990-91-ci illərdə Ayaz Mütəllimov olmuşdur. 1991-ci ildən sonra Azərbaycan müstəqilliyini əldə etmiş və bu tarixdən sonra ölkəyə rəhbərliyi Azərbaycan Respublikasının prezidentləri həyata keçirmişdir. Ayaz Mütəllimov Azərbaycan Respublikasının birinci prezidenti olaraq 8 sentyabr 1991-ci ildən 6 mart 1992-ci ilədək ölkə başçısı olmuşdur. 1992-ci ilin 6 mart tarixindən 16 iyunədək ölkədə baş verən hadisələrlə əlaqədar olaraq ölkəyə rəhbərliyi müvəqqəti olaraq prezident səlahiyyətlərinin icrasını sırası ilə Yaqub Məmmədov, Ayaz Mütəllimov və İsa Qəmbər etmişdir. 7 iyun 1992-ci ildə Azərbaycan Respublikasında ilk dəfə demokratik yolla prezident seçilən Əbülfəz Elçibəy 1993-cü ilin sentyabr ayının 1-nədək Azərbaycan Respublikasının ikinci prezidenti olaraq ölkəyə rəhbərlik etmişdir.
1993-98, 1998-2003-cü illərdə isə Azərbaycan tarixinin əhəmiyyətli simalarından biri hesab edilən Heydər Əliyev 3-cü prezident kimi Azərbaycan Respublikasının rəhbəri olmuşdur. 2003-cü ildən hazırki dövrə qədər isə ölkənin 4-cü prezidenti İlham Əliyev Azərbaycana rəhbərlik edir. Qeyd edək ki, onun rəhbərliyi dövründə Azərbaycan işğal altında olan torpaqlarını işğaldan azad etmişdir.